Sular haqqında danışdıq, qablar haqqında danışdıq. İndi isə götürüb suyu qaba qoyuruq ki, dəstəmaz alaq. Əvvəlcə onu qeyd edək ki, tahır suyu ilə dəstəmaz almaq icazəlidir. Bəs həmin sudan içmək olar? Bəli, fətvasını verdiniz. Onda bir dənə icazə verin su içim, sonra davam edək. Keçid edirik dəstəmaz mövzusuna. Çünki dəstəmaz zat təharətin bir növüdür. Məlum olduğu kimi təharət iki qismdir. Kiçik təharət və böyük təharət. Dəstəmaz da kiçik təharətə aiddir. Dəstəmazla bağlı olan fərzlər, vaciblər, sünnətlər və şərtlər mövcuddur. İlk olaraq dəstəmazın fərzlərindən başlayaq. Dəstəmazın fərzləri Allah Subhanahu va Taala'nın Qurani-Kərimdə buyurduqlarıdır. Allah Subhanahu va Taala buyurur ki, ey iman gətirənlər, namaza durduğunuz zaman üzlərinizi yuyun, əllərinizi dirsəklərə qədər yuyun, başlarınıza məs çəkin və ayaqlarınızı topuqlara qədər yuyun. Bu ayədə 4 əsas fərz açıq şəkildə zikr olunur. 2 fərz də ayətin mənasında mövcuddur. Və bu 2 fərz tərtib və müvalatdır. Yəni ardıcıllıq və fasiləsizlik. Birinci fərz üzün yuyulmasıdır. Üz dedikdə qarşıya baxışdan əldə edilən sahə nəzərdə tutulur. Yəni daha dəqiq desək, saçın adətən bitdiyi yerdən çənənin alt hissəsinə qədər uzunluğu bu qədərdir. Eni isə bir qulaqdan digər qulağa qədər olan hissədir. Yəni üz dedikdə məhz bu qəsd edilir. Uzunluq saçın adətən bitdiyi yerdən çənənin alt hissəsinə qədər, eni isə bir qulaqdan digər qulağa qədər olan sahədir. Və əgər bir kəsin qalın saqqalı varsa, həmin saqqalın sadəcə zahirini yuması kifayətdir. Ağzın yaxalanması, həmçinin buruna suyun çəkilməsi də üzü yumağa daxildir. Deməli, bu oldu birinci fərz. İkinci fərz əllərin dirsəklərə qədər yuyulmasıdır. Dirsək də bu hökmə daxildir. Əl dedikdə barmaqların ucundan dirsəyə qədər olan hissə nəzərdə tutulur. Burada mühüm bir məsələyə diqqət yetirilməlidir. Dəstəmazın əvvəlində əllərin 3 dəfə yuyulması sünnətdir. Fəqət bu sünnət fərzi əvəz etmir. Bu nə deməkdir? Məsəl üçün, bir şəxs dəstəmazdan əvvəl əllərini 3 dəfə yusa, sonra üzünü yuyub, ağız-burnunu yaxalasa, daha sonra yenə də əllərini ta barmaqların ucundan dirsəyə qədər yumalıdır. Yəni, təkcə biləkdən dirsəyə qədər yumağı keçərli olmayacaqdır. Bir çox şəxs, çox təəssüflər olsun ki, bu xətaya düşməkdədir. Çünki əli barmaqlardan dirsəyə qədər yumaq fərzdir. Fərz isə istərsə unudularaq olsun, istərsə qəsdi şəkildə olsun, tərk edilməməlidir. Əgər tərk edilərsə, artıq əməl batıl olacaqdır. Üçüncü fərz başın məs edilməsidir. Burada bütün başın məs edilməsi nəzərdə tutulur. Yəni, bütün başı məs etmək fərzdir. Qulaqlar da başdan sayılır. Yəni, qulaqları da məs etmək fərzdir. Dördüncü fərz ayaqların topuqlara qədər yuyulmasıdır. Onu da qeyd edək ki, topuq dedikdə daban nəzərdə tutulmur. Bəzi insanlar dabanı topuqla səhv salır, amma topuq dabandan fərqlidir. Hər ayaqda 2 dənə topuq olur. Biri ayağın daxil tərəfində, digəri isə ayağın xaricində yerləşir. Və topuq ayağı baldırla birləşdirən oynaqdır. Ayaqlar topuqlara qədər tam yuyulmalıdır. Dəstəmazın 5-ci fərzi isə ayədə qeyd olunan bədən üzvlərini ardıcıllıqla, yəni tərtiblə yumaq və ya məs etməkdir. Ayədə tərtib harda qeyd edilib ki? Ümumiyyətlə, ayədə tərtibin fərz olduğu qeyd edilibmi? Ayədə əmrlər ardıcıl şəkildə zikr edilib, bəli. Fəqət dilçilik baxımından vav bağlayıcısının tərtibi tələb edib etməməsi alimlər arasında mübahisəli mövzudur. Məşhur olan görüş və bağlayıcısının sadəcə cəmə dəlat etməsidir. Yaxşı, onda biz nəyə əsasən deyirik ki, dəstəmazda tərtib fərzdir? Əhsən, qardaş çox gözəl bir cavab verdi. Fiqh alimləri bildirirlər ki, ayədə yuma və məs əməliyyatlarının qruplaşdırılmaması tərtibin vacibliyinə dəlat edir.
Yəni ayədə əvvəl üz və əllərin yuyulması, sonra başın məsh edilməsi, daha sonra ayaqların yuyulması qeyd olunur. Fəsahət qaydasına görə eyni cinsli əməllər bir yerdə zikr edilir. Yəni üz, əl, ayaqlarınızı yuyun, başınıza isə məsh çəkin deyilə bilərdi. Amma Allah subhanahu wa ta'ala bu ayədə məsh edilən üzvü, yəni başı, yuyulan bədən üzvlərinin arasında qeyd etdiyi üçün bu da dəstəmazda ardıcıllığın fərz olduğuna dəlalət edir. Qeyd edək ki, burada tərtibdən qəsd olunan məna üzvlər arasında olan tərtibdir. Yəni əllərin yumasını başın məsindən əvvəl etmək, o cümlədən başın məsini ayaqların yuyulmasından əvvəl etmək. Bunların hamısı fərz tərtibə daxildir. Fəqət eyni üzvlər arasında olan tərtib fərz deyildir, sünnətdir. Məsəl üçün, bir şəxs əvvəlcə sol əlini, sonra sağ əlini yusa, onun dəstəmazı səhihdir. Çünki yəni ümumən üzvlər arasındakı tərtibə riayət edib, sadəcə bir üzvün daxilində olan tərtibə riayət etməyərək sünnətə müxalif davranmış olur. Amma dəstəmazı səhihdir. Dəstəmazın 6-cı şərti isə müvalətdir. Müvalət dedikdə dəstəmaz üzvləri arasında uzun fasilə verməmək nəzərdə tutulur. Bu uzun fasilənin müddəti isə əvvəl yuyulan əzanın qurulmayacağı qədər olan müddətdir. Məsələn, bir şəxs tutaq ki, dəstəmaz alarkən ağız-burnunu yaxalayır, üzünü yuyur. Birdən onun telefonuna zəng gəlir və ya WhatsAppda bir mesaj gəlir. Və adam telefonu götürür və söhbət edir. Söhbət bitəndən sonra baxır ki, telefonda 15 dəqiqə danışdığı yazılıb. Sonra qayıdıb başdan məs çəksə, artıq onun dəstəmazı səhih olmayacaq. Çünki üzvlər arasında artıq uzun fasilə vermiş olacaq və müvaləti pozmuş olacaq. Beləliklə biz dəstəmazın fərzlərini öyrəndik. İndi isə keçək dəstəmazın vaciblərinə. Burada bir sual yaranır ki, fərzlə vacibin arasındakı fərq nədir? Fərq bundadır ki, fərz nə qəsdən, nə də unudularaq tərk edildikdə düşmür. Yəni istərsə insan onu qəsdən tərk etsin, istərsə də unudaraq tərk etsin, artıq onun əməli batıl olacaqdır. Məsələn, bir şəxs dəstəmaz alıb namaz qılandan sonra xatırlasa ki, üzünü yumuyub, bu halda həm dəstəmazı batildir, həm də onun namazı batildir. Yenidən gedib namazını iade etməlidir. Çünki fərz unutmaqla insanın üzərindən düşmür. Vacib isə unudulduğu halda insanın məsuliyyətindən düşür. Yəni, unutma halında vacib tərk edilsə, əməl batil olmur. Bu səbəblə vaciblə fərz arasında belə bir fərq yaranır. Vaciblərdən birincisi dəstəmazdan əvvəl bismillah deməkdir. Əgər insan dəstəmazı ayaq yolunda alacaqsa, yenə də bismillahı tərk etməməlidir. Ancaq bismillahı ayaq yoluna daxil olmadan əvvəl deməlidir. Deməli, bu dəstəmazın birinci vacibidir. Dəstəmazdan əvvəl bismillah demək. İkinci vacib isə xüsusi müəyyən bir halda əlləri 3 dəfə yumaqdır. Bu hansı hala aiddir? Bu, dəstəmazı pozacaq gecə yuxusundan oyanan şəxsə aiddir. Yəni, o yuxu ki, dəstəmazı pozur, bu haqda inşallah gələcəkdə danışacağıq. Əgər insan gecə belə bir yuxuya gedərsə, artıq ona vacibdir ki, əllərini 3 dəfə yusun. Məsəl üçün, bir insan işə namazından sonra yatır, sonra sübh namazı üçün oyanıb, dəstəmaz almağa gedir. Vacibdir ki, əllərini 3 dəfə yusun. Ancaq bir insan, məsəl üçün, yatmıyor, tutaq ki, gecə, sadəcə dəstəmazı pozulub, bu adama vacib deyil ki, əlini 3 dəfə yusun dəstəmazdan qabaq. Sadəcə əlini 3 dəfə yumaq müstəhəb olacaq. Yaxşı, niyə görə bu vacibdir? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, فَإِنَّ أَحَدَكُمْ لَا يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ Sizdən biriniz bilmir ki, əli harada gecələmişdir. Belə gəlir. Əynə bətət yəduhu. Bu hökm sadəcə gecə yuxusuna aid. Çünki dil alimləri bildirmişlər ki, bətət feili məhz gecə yatmaq üçün, gecələmək üçün istifadə olunur. Ona görə də gündüz insan əgər yatarsa və dəstəmazı pozularsa, ona vacib deyil ki, əlini 3 dəfə yusun. Bu sadəcə gecə yuxusuna aiddir. Və beləliklə biz dəstəmazın fərzlərini və vaciblərini öyrəndik.